Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq ən az 3 tədrisi ilk çalışan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər mig.edu.az/yerdəyişmə saytına daxil olmalıdırlar. Sayta daxil olduqdan sonra qeydiyyatdan keç butonuna klikləmək lazımdır. Açılan səhifədə vətəndaşlığınızı qeyd etməlisiniz. Daha sonra doğum tarixini, Azərbaycan Respublikasının vətəndaşları, eləcə də miqrantlar şəxsiyyət təsdiq edən sənədin FIN kodunu, daha sonra isə təhlükəsizlik kodunu müvafiq xanlara qeyd etməlidirlər. Məlumatları qeyd etdikdən sonra davam et düyməsinə klikləyirik. Məlumatlarınızla tanış olduqdan sonra növbəti butonunu sıxırıq. Açılan səhifədə daxil ol bölməsində FIN kodu və səhifənin yuxarı hissəsində göstərilmiş iş nömrəsini və təhlükəsizlik kodunu müvafiq xanlara qeyd edib şəxsi səhifənizə daxil olursunuz. Açılan müsabiqə məlumatları bölməsində müvafiq bölmələri doldurun. Nəzərinizə çatdırırıq ki, 2022-ci il imtahan nəticələri 60 ballıq qiymətləndirmə sisteminə əsasən uyğunlaşdırılmışdır. Namizədlərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə 2 və ya daha çox sayda imtahan nəticəsi varsa, onların üstünlük verdikləri balla müsabiqədə iştirak edə bilərlər. Daha sonra növbəti butonunu sıxırıq və şəxsi məlumatlar hissəsinə keçidirik. Müvafiq xanlara məlumatlarınızı daxil edin. Növbəti təhsil məlumatları səhifəsində təqdim olunan xanlara müvafiq məlumatları qeyd etməlisiniz. Təhsil müəssisəniz və ya ixtisasınız açılan listə yoxdursa, müvafiq bölmələrdə digər seçimini edib açılan xanaya məlumatı qeyd edin. Məlumatlarınızı düzgün daxil etdiyinizə əmin olduqdan sonra növbəti butonu vasitəsilə digər məlumatlar bölməsinə keçid edin. Hazırda fasiləsiz olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisədə çalışmağınızla bağlı müvafiq seçimi edib, digər xanaları aidiyyəti üzrə doldurun. Daha sonra iş yerini dəyişmək səbəbini qeyd edin. Qeyd etdiyiniz sosial amili təsdiq edən sənədləri müvafiq bölmələrə yükləyin. Səhifədə olan nümunə sənədlərlə tanış olun bölməsi vasitəsilə aidiyyəti sənəd nümunələri ilə tanış ola bilərsiniz. Sənədləri müvafiq bölmələrə yüklədikdən sonra həmin sənədlərə sənəddə bax butonu vasitəsilə yenidən baxa bilərsiniz. Növbəti butonuna sıxaraq açılan səhifədə bütün məlumatları düzgün şəkildə daxil etdiyinizə əmin olduqdan sonra təsdiqləyin və bitirin butonunu sıxın və elektron ərizənizi təsdiqləyin. Qeyd: elektron ərizənizi təsdiqləməzdən əvvəl məlumatlarınızı düzgün daxil etdiyinizdən əmin olun. Elektron ərizənizi təsdiqlədikdən sonra məlumatlarınızda hər hansı bir dəyişiklik etmək mümkün olmayacaq. Şəxsi səhifədə olan iş nömrənizi unutduğunuz halda, iş nömrəsində bərpa et butonuna vuraraq, şəxsiyyət təsdiq edən sənədin FIN kodunu, doğum tarixini və təhlükəsizlik kodunu müvafiq xanalara qeyd edərək iş nömrənizi bərpa edə bilərsiniz.